bizə bağlı idi. Yəni, demək istəyirəm ki, mən görmədim ki, Heydər Əliyev sənətkarlarla tələsik saata baxıb danışsın, çünki vaxt ayırıb. Xeyr, o saata baxmazdı, o vaxtı saymazdı, çünki o zövq alırdı. O özü istəyirdi ki, uzatsın bu anları. Bu onun üçün çox belə zövq verən anlar idi və onun həyatı bundan bəlkə də daha gözəl olurdu. Neçə dəfə olub yadındadır ki, bizlə görüşəndə belə bəzən məclisdə falan deyirdi ki, mən dincəlirəm sizlə görüşəndə. Tamamilə doğru. Zövq alıram. İndi gedib görə işləyəm. Məsələ bundadır ki, Heydər Əliyev bu sənətə, sənətkara, münasibətə bir vəzifə kimi baxmırdı. İçərdən gələn bir hissiyat idi. İçərdən gəldiyinə görə də bu son dərəcə